Baş bürcü 20 avqust 2026-cı il günün əvvəlində nəsə qəfil plana uyğun getməsə belə çox narahat olmayacaq. Yaranmış vəziyyətdən faydalanmağa çalışacaqsınız. Bununla bağlı heç bir problem yaranmayacaq. Bir çox qoç təəccüblü dərəcədə ixtiraçı olacaq. Onların çoxlu əla ideyaları yaranacaq. Buğa bürcü 20 avqust 2026-cı il işdə uğur qazanmaq, şəxsi münasibətlərdə nəyisə yaxşılığa doğru dəyişmək, böyük ümidlər bağladığınız bir planı həyata keçirmək şansını əldən verməyin. Təşəbbüs göstərməyə hazır olanları əla gün gözləyir. Şərait çox əlverişli şəkildə formalaşacaq. Geniş miqyaslı layihələrə başlamaq olar. Əkizlər bürcü 20 avqust 2026-cı il bu işlərdə təşəbbüs göstərmək, yeni bir işə başlamaq üçün münasib gündür. Əla ideyalarınız yarana bilər və onları dərhal potensial müttəfiqlər həmfikirlərlə bölüşməyə dəyər. Şübhəsiz ki, dəstək alacaqsınız və bu dəstək qətiyyən artıq olmayacaq. Xərçək bürcü 20 avqust 2026-cı il günün əvvəlində sakitliyi qorumaq çətin olacaq. Bunun səbəbi baş verən hadisələrdən daha çox emosional fonun qeyri-sabitliyi ola bilər. Məhz buna görə hətta əhəmiyyətsiz hadisələrə, istənilən xəbərə və ya ətrafınızdakilərin iradlarına çox kəskin reaksiya verə bilərsiniz. Çox ciddi görünəcək bəzi məişət problemləri yarana bilər. Bir qədər sonra məlum olacaq ki, onların öhdəsindən gəlmək kifayət qədər asandır. Şir bürcü 20 avqust 2026-cı il insanlarla yola getmək xüsusilə asan olacaq. Onların bir çoxunu yarım sözdən anlayacaqsınız. Gün ünsiyyət üçün çox əlverişlidir və bu həm işgüzar sahəyə, həm də şəxsi həyata aiddir. Kiminləsə münasibətləri qaydaya salmaq lazımdırsa, bunu bugün etməyə çalışın. Çox güman ki, həmin insan həvəslə ünsiyyətə girəcək. Qız bürcü 20 avqust 2026-cı il əzmkarlıq göstərin. Bugün bir çox vacib işdə uğur qazanmağınıza məhz bu xüsusiyyət kömək edəcək. Bundan əlavə faydalı tanışlıqlar istisna deyil. Maraqları sizinkilərə bənzəyən insanlarla ünsiyyət qurmaq, onlardan faydalı məlumatlar öyrənmək şansınız olacaq. Məsləhət almaqdan, suallar verməkdən, nəyisə bilmədiyinizi etiraf etməkdən çəkinməyin. Qarşılaşacağınız insanlar təcrübələrini sizinlə bölüşməkdən məmnun olacaqlar. Tərəzi bürcü 20 avqust 2026-cı il səhər çətinlik yarana bilər, lakin mənfi tendensiyaların təsiri kifayət qədər tez aradan qalxacaq. Buna görə çox güman ki, gün ümumilikdə sizin üçün kifayət qədər uğurlu keçəcək. Gün orijinal ideyaları həyata keçirmək üçün imkanlar açacaq. Qeyri-standart məsələlərin həllinə başlamaq mümkündür. Əvvəllər böyük ümidlər bağladığınız layihələrə qayıda bilərsiniz. Əqrəb bürcü 20 avqust 2026-cı il vacib bir işin öhdəsindən gəlmək lazımdırsa, çalışmağa hazır olun. Gün kifayət qədər əlverişlidir, lakin hər şeyin öz-özünə uğurla alınacağı çətin görünür. Səy göstərməli, vaxtında təşəbbüs göstərməli və vacib qərarlar qəbul etməli olacaqsınız. İşlərdə gecikmələr istisna deyil. Çox vaxt onlar köməkçilərinizin və tərəfdaşlarınızın səhvləri ilə bağlı olacaq. Ox atan bürcü 20 avqust 2026-cı il günün əvvəlindən iqbilliyi qorumaq bir qədər çətin olacaq. Bu vaxt planlarınızı qarışdıracaq, düşündüklərinizdən imtina etməyə və ya məşğul olmaq istədiyiniz bəzi işləri təxirə salmağa məcbur edəcək bir neçə kifayət qədər xoşagəlməz hadisə baş verə bilər. Günün ikinci yarısı yaxın zamanda həyata keçirilməsinə başlaya biləcəyiniz yaxşı ideyalar baxımından çox zəngin olacağını vəd edir. Oğlaq bürcü 20 avqust 2026-cı il kiçik çətinliklər yarana bilər, lakin onların öhdəsindən tək başına gəlməli olmayacaqsınız. Yanınızda sizi dəstəkləməyə, kömək etməyə, qayğılarınızın bir hissəsini öz üzərinə götürməyə hazır insanlar olacaq. Yeni ideyalarınızı bölüşsəniz, onlar çoxlarının xoşuna gələcək. Dərhal ürəyinizcə olacaq təkliflər almağınız da istisna deyil. Dolça bürcü 20 avqust 2026-cı il günün başlanğıcı mürəkkəb məsələlərin həlli üçün münasib olacaq. Bir çox şeyə başqalarından tamamilə fərqli baxacaqsınız. Bu, sınanmış üsullarla hərəkət etməyə və daim eyni sxemə əməl etməyə öyrənmiş insanların yerində saydığı vəziyyətlərdə sizin üçün böyük üstünlüyə çevriləcək. Günün ikinci yarısı birinci yarısından bir qədər çətin olacaq. Xüsusilə əslində dincəlməyə, rahatlaşmaq və vaxtını xoş keçirmək istəyən dolçalar üçün. Balıqlar bürcü 20 avqust 2026-cı il səhərin erkən saatları yaxşı xəbərlər, ruhlandırıcı təkliflər, maraqlı görüşlər gətirə bilər. Bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışın. Çünki məhz bu dövr xüsusilə əlverişli olacaq. Daha sonra isə müsbət tendensiyaların təsiri tədricən azalacaq. Bu, günün pis keçəcəyi demək deyil. Lakin məqsədlərinizə çatmaq üçün səy göstərməli olacaqsınız. Hər şey ilk cəhddən alınmayacaq.